Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda evdə qatığım olanda hazırladığım qozlu, küncütlü şirnilərin hazırlanma qaydasını sizinlə paylaşıram. Şirinini hazırlamaq üçün qazana 4 xörək qaşığı qatıq tökürəm. 200 ml stəkanla 1 stəkan, bir də yarım stəkan şəkər tozu. 20 qram kərə yağı, təxminən yarım xörək qaşığı qədər yağ eləyir. Bir çimdikdə sarı kök əlavə eləyirəm. Sarı kök zövqə görədir, istəməyən əlavə etməyə də bilər. Bunları biraz qarışdırandan sonra qaza qoyub şirinini bişirirəm. Ara sıra qarışdırıram, ərzaqlar tam əriyəndən sonra qarışdırmıram. Artıq demək olar ki, qatıqda yağda qarışıb, şəkər tozu ilə əriyib, qarışıb. Belə olduqda qarışdırmıram, qoyuram qazın ortaq odunda şirinini bişməyə. Artıq gördüyünüz kimi kənarlardan qızarmağa başlayır. Belə olduqda qarışdırıram. Qarışdırmaq lazımdır ki, çox qızaranda acı dad verir. Ona görə ara sıra qarışdırmaq lazımdır ki, tam hazır olana kimi rəngi çox dəyişməsin. Şirininin artıq hazır olmasına az qalmış. Qazancıya xırda doğradığım qoz ləpəsini, bir də qovrulmuş küncüt əlavə eləyirəm. Belə sadə də hazırlamaq olar, amma qozla küncütlə çox dadlı olur. Bir dəqiqə kimi də qozla küncütlə bir yerdə qaynadıram. Artıq demək olar ki, qatılaşıb, rəngi çox gözəl rəng olub. Belə olduqda qazı söndürüb ocaqdan götürürəm. Şirini üçün iri bir padnoz götürmüşəm. Üzərini bitki yağı ilə yağlayıram ki, şirinlər asanlıqla qopsun. Bir tərəfinə rondodan keçirdiyim qoz ləpəsini səpirəm, bir tərəfinə də küncüt səpirəm. Öz zövqünüzə görə siz tək qozla ya da küncütlə də hazırlaya bilərsiniz. Elə qaynar şirinidən ara sıra çay qaşığını bitki yağına batırıram, çox rahatlıqla götürüb belə şəkil vermədən padnosun üzərinə əlavə eləyirəm. Belə gördüyünüz kimi əvvəlcə qoz ləpəsi səpdiyim hissiyə şirinlərdən əlavə eləyirəm. Biraz əlavə eləyəndən sonra tez soyuyur, ona görə üzərinə biraz qoz ləpəsi səpirəm. Şirinlər tez bərkiyir, ona görə əgər soyuyarsa, qaba qoymaq çətin olarsa, onda yenə qazın üstündə biraz qızdırmaq lazımdır. Onda çox asanlıqla qaşıqla götürüb, şəkil vermədən şirininin bir hissəsini qoz səpdiyim yerə əlavə elədim, bir hissəsini də küncüt səpdiyim yerə, onun da üzərinə küncüt səpirəm. Qoyuram qalır, tam soyuyandan sonra da padnozu yağladığım üçün çox rahatlıqla da çıxır. Belə gözəl şirinlər alınır. Tez bir vaxtda hazırlaya biləcəyiniz, evdə uşaqların daha çox sevəcəyi bir şirniyyatdır. Çox da yumuşaq olmuş, bərk olur, dadlı, çay süfrəsinə yaraşan şirnilərdir. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Sağ olun, yeni videolarda görüşənədək.